Nazir milli qəhrəmanların ailələrinə medallar təqdim edib. Azərbaycan Müdafiə Naziri general-polkovnik Zakir Həsənov, Müdafiə Nazirinin birinci müavini, Azərbaycan Ordusunun baş qərargah rəisi general-polkovnik Kərim Vəliyev, Müdafiə Nazirinin müavini, Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Namiq İslamzadə və Nazirliyin digər vəzifəli şəxsləri şəhid milli qəhrəmanlar Qurbanov Vaqif Bəxtiyaroğlu və Teymurov Pəncəli Nurməmmədoğlu'nun ailə üzvləri ilə görüşüb. Təbii ki, istinad edirəm Axar.az-a. Axar.az-da Müdafiə Nazirliyinə məlumat verilib bu görüş haqqında. Bildirilib ki, Müdafiə Nazirliyində keçirilən görüşdə general-polkovnik Həsənov döyüşlərdə şəhid olanların ailələrinin başsağlığı verib. Müdafiə Naziri Vətən uğrunda şəhid olanların xatirəsində hər zaman uca tutduğunu, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevanın müvafiq tapşırıqlarına əsasən şəhid ailələrinə diqqət və qayğı göstərilməsinin daim diqqətdə olduğunu xüsusi vurğulayıb. Və təltif olunma barədə sərəncam oxunduqdan sonra general-polkovnik Zakir Həsənov tərəfindən şəhid qəhrəmanlarımızın ailə üzvlərinə Qızıl Ulduz medalı və vəsiqəsi təqdim edilib. Sonda şəhidlərin ailə üzvləri göstərilən diqqət və qayğıya, həmçinin şəhidlərimizin xatirəsinin daim uca tutulduğuna görə ölkə başçısına və Müdafiə Nazirliyinə və rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Bəli, bu Qızıl Ulduz medalı vəsiqəsi ilə ailələrinə təqdim olunub. Allah qalanlara can sağlığı, dünyasını dəyişənlərə Allah rəhmət etsin.